Estetik, ginekoloji əməliyyatlardan olan Barbie vagina əməliyyatı edirəm. Barbie vagina əməliyyatı həm vaginal boşluğun daraldılması, yəni vaginoplastika, kalpoplastika əməliyyatıdır. Bununla beraber həmçinin estetik ginekoloji əməliyyatlardan olan pudoplastika, labioplastika minor, aralığın bərpası əməliyyatlarının birgə icra edilməsidir. Və bəzən olur ki, nəinki kiçik cinsiyyət dodaqları, həmçinin böyük cinsiyyət dodaqlarında da estetik olarak pasiyentin xoşuna gəlməyən kompleksləri varsa, o zaman böyük cinsiyyət dodaqlarına biz ya pi dolgusu edirik və yaxud da böyük dodaqlara təbii gerilərdən istifadə edirik. Ancaq bugünkü pasiyentimizdə biz ancaq labioplastika minor, aralığın bərpası, full vaginoplastika əməliyyatlarını birgə icra edəcəyik. Əməliyyatımız ümumi anesteziya altındadır. Həmişə sual verir ki, ümumi anesteziya ilə əməliyyat etmək olar. Bəli, əgər pasiyent istəsə ki, spinal yox, ümumi olsun, o zaman ümumi anesteziya yanında bu əməliyyatları icra edə bilərik. Əməliyyatımızı belə davam edirik.